Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində bu iki mərtəbəli ev satışa çıxarıldı. 112 min manata. Kupçalı, yəni fərdi yaşayışlı Kupçalı qeydiyyata düşə biləcəyiniz bir evdir. 2 mərtəbəli evdir. Bax, oradan da yol göstərin, oradan da Sumqayıt marşrutu keçir. Yetər Şallıq Sarayının arxasıdır. Yəni tam arxası yox ha. Hardasa bir 500-600 metr gəlirsiniz içəri. Amma Sumqayıt marşrutu buradan yaxından keçir. Təzə yoldan da bura yol var, o lap qısa yoldur. Bax, jalüz qapısı da var, karetka qapısı da var. 2 mərtəbəli evdir, 2 dənə evdir. Biri satılıb, biri qalır. Bir ilə üçün ortası monolitdir. Yeri də bütün beton, hamısı stəşqa monolitdir. Özdə kurqavoy, kubiklə daşla tikilmiş evdir. İndi yavaş-yavaş yaxınlaşaq evə. Hasarımız və evin özü, Tarsovka emusiyadır. Bir də deyirəm, jalüz qapısı da var, bu da kaletka qapıdır. İndi işlər tam yekunlaşmayıb. Gəldim çəkim ki, görəsiniz. Bax, həyəti mərkəz kanalizasiyasının burada trapıdır. Göstərək, bu da trapı. Burada da ara məsafəsi var, arxada da ara məsafə var, burada da belə bir həyəti var. Baxın. İndi tam yekunlaşandan sonra, bura səlqə səhmana düşəndən sonra ayrı cür görsənəcək. Pəncərələri şəbəkə pəncərədir. Sonra, bax, belə bir fasonla evdir. Çox qəşəng səlqəli evdir. Nə deyəcəkdim? Hə, qapısı da belə bir qapıdır. Qırağı şüşəli qapıdır. Gəlin inşallah yaxından baxanda laf ətraflı izah edəcəm. İndi aboy işləri yekunlaşır. Laminat qapı, belə xırdabara işləri qalıb. Siz gələnə bu işlər də yekunlaşacaq. Bura sanitar qovşağıdır. 1-ci mərtəbədə də var, 2-ci mərtəbədə də var. İndi içində veşlər var, bunlar götürüləcək. Bura koridorudur. Koridordur. Mətbəxdir, keramka. Bunlar hamısı istipoldur, düzdür? Yoxsa bütün ev istipoldur? Hə, bütün ev istipoldur. Buralar koridor, mətbəx keramikadır yeri. Baxın bura. Bax, görürsünüz, bura mətbəxidir. Tək mətbəx neçədir? 350-nin 5-ə. Tək mətbəxidir. Mebel görünə bu da mebel arası keramika vurulub. Qaz xəttinə qədər kanalizasiya, aspirator, hər bir şey qaydasındadır. Bu da bunun pəncərəsidir, bax belə. Bu mətbəxidir. İndi burada inşallah qapı qoyulacaq, pilləkən yığılacaq, bu ayrı cür görsənəcək. Yuxarıda 3 yataq otağıdır, aşağıda qonaq otağı, hamam, tualet, mətbəx. Və sanitar qovşağı 2 dənədir, yuxarıda da var, aşağıda da var. Usta yorulmayasınız. Bu da zalıdır, yəni qonaq otağı. Qonaq otağı neçədir? 7-nin 350-yə də qonaq otağıdır. İndi hələ tam hazırdır, görürsünüz, aboy vurulur. Burada TV-stentin yeri olacaq, işıqlar, aboy, bunlar hamısı vurulandan sonra görürsünüz, bütün materiallar hamısı hazır vəziyyətdədir. Davam edək. Bir dənə burada ara kəsmə divarını da göstərək. Bax, görürsünüz, ara kəsmələrinə qədər qoşa daş kubiklər tikilib. Buradan da pilləkənlə qalxırıq yuxarı. İndi pilləkən tam hazırdır. İnşallah siz gələndə bu pilləkən də yığılacaq. Buradan betonu da göstərək. 1 ilə 2-nin arası. Deyirdim, monolit. İkinci mərtəbənin aboyu demək olar ki, hazırdır. Laminatı hazırdır. Bir dənə qapıları qalıb. Bu ikinci mərtəbənin koridorudur. Orada korrektor yığılacaq, görürsünüz. Orada korrektordur. Bu da ikinci mərtəbənin yataq otaqlarıdır. Burada bir yataq otağıdır. Bax bura. Neçədir bu? 4-ü neçə? 4-ün 350-yə bir yataq otağıdır. 350-nin 350-yə burada bir yataq otağıdır. Bax belə. 3 yataq otağı yuxarıdadır, bir qonaq otağı aşağıdır. Bu ikinci mərtəbənin sanitar qovşağıdır. Bir yataq otağı da buradadır. Bu neçədir? 4-ün 3 yarımada bu yataq otağıdır. Bir də təkrar edirəm, Saray qəsəbəsində Yetər Şallıq Sarayının arxasında, yəni bir 500-550 metr arxada məsafəsi var yola. Amma Sumqayıt marşrutu demək bir 50 metrindən keçir. Fərdi yaşayışdır, yəni Kupçalı qeydiyyata düşə bilərsiniz bu evə. Qaz, su, işıq, sayğacları olacaq. Kanalizasiyasındakı mərkəzdir. Ümumiyyətlə, burada hər yerdə kanalizasiya mərkəzi, yəni bu ərazidə. Qiymətdə də endirim olunacaq 112 min manata, düzdür? 112 min manata satışa çıxarılıb, amma siz gəlib danışsınız, real fikriniz olsa ev sizə yaxşı endirim eləyəcək, yəni özü deyir. Deyir, mən də təkrar edirəm, yaxşı endirim olunacaq bu evə. Sağ olun.